Hər birinin oturacağın radiusu 12 olan silindr formalı 3 müxtəlif qabdan birincinin hündürlüyü bizə H1 bərabərdir 10'dur. Yer bərabərdir 12'dir. Hər üçünə aiddir. Və biz üçüncü qabda boş qalan hissənin hündürlüyünü birinci sualdan tapmışdıq ki, burada 2 idi. Çünki qabın öz hündürlüyü 12 idi. Yəni H3 bərabərdir 32'yə. Və bizə deyilir ki, birinci və ikinci qabda olan məhlul qablar tam dolu idi və üçüncü qaba tökdülər. Birinci qabdakı məhlulun həcmini biz tapa bilərik. Çünki hündürlüyü də, radiusu da bilirik. Yəni V1 bərabərdir 12'nin kvadratı vurulsun 10 vurulsun pi. 1440 pi. 1440 pi birinci qabın həcmidir. V2 bərabərdir. Sadəcə 12'nin kvadratı vurulsun H2 vur pi. Yəni əlimizdə olan 144 pi vurulsun H2'dir. Və birinci və ikinci qabda olan məhlul üçüncü qaba töküləndə bunun hündürlüyü 30 cm olmuşdu. Yəni biz tökülən həcmlərin ümumi cəmini tapsaq 12'nin kvadratı vurulsun pi vurulsun 30. Bu da bizə verir 144 vurulsun 30 pi bərabərdir. Deməli 432 bu da 0 4320 pi. 4320 pi iki qabda olandır və biz buradan 1440 pi'ni çıxaq. 1440 pi. İkinci qabdakı məhlulun həcmini tapacağıq. Deməli 0 pi 8 2'dən 4 çıxsaq yenə 8 3'dən də 1 2 2880 pi. Bu da bərabərdirsə 144 pi vurulsun H2. Deməli H2 də bərabər olacaq 20'yə. Deməli ikinci qabın hündürlüyü 20'dir və bizdən yan səthin sayısı tələb olunur. Esyan bərabərdir 2 pi RH. 2 pi RH esyan olduğu üçün 2 vurulsun pi vurulsun R 12'dir. H da 20'dir. Bərabərdir 20'ni 4'ə vursaq 12'ni 4'ə vursaq 480 pi.